Hörmətli sədr, hörmətli nümayəndələr. Mənim adım Abid Qafarovdur. Azərbaycan Kasper İnformasiya Mərkəzi və Azərbaycan Xalq Parlamenti. Qanunlar insan hüquqlarını və insan ləyaqətini qorumaq üçün qəbul edilir. Lakin bugün diqqətinizi 2017-ci ildə Azərbaycanın Tərtər rayonunda baş vermiş və ciddi insan hüquqları pozuntuları ilə müşayiət olunan hadisələrə yönəltmək istəyirəm. Tərtər işi. Bu rejim tərəfindən həyata keçirilmiş bu kütləvi işgəncə cinayətini Oqtay Gülaliyev, İlham Aslanoglu və Əvəz Zeynallı ilə birlikdə araşdıran jurnalistlərdən biriyəm. Şahid ifadələrinə və zərərçəkmişlərin bəyanatlarına görə həmin dövrdə minlərlə əskər və zabit heç bir məhkəmə qərarı olmadan saxlanılmış və sistemli şəkildə işgəncələrə məruz qalmışdır. Bu işgəncələr yalnız fiziki zorakılıqla məhdudlaşmayıb. Onlara həmçinin insan ləyaqətini alçaldan seksual işgəncələr və digər alçaldıcı zorakılıq formaları da daxil olub. Zərərçəkmişlərin sözlərinə görə saxlanılan şəxslər soyundurularaq bir-birinin qarşısında saxlanılırdı. Bəziləri kameralar qarşısında bir-birinə qarşı seksual hərəkətlər etməyə məcbur edilirdi. Digər hallarda insanların bədəninə və cinsiyyət orqanlarına elektrik cərəyanı verilirdi. Metal və taxta əşyalar işgəncə üsulu kimi əskərlərin anal nahiyəsinə daxil edilirdi. Bildirilən hallardan biri də oğlun atasının başına sidik ifraz etməyə məcbur edilməsidir. Bundan əlavə saxlanılan şəxslər bildiriblər ki, onların həyat yoldaşlarının və azyaşlı uşaqlarının zorlanacağı ilə hədələnərək psixoloji təzyiqə məruz qalıblar. Xüsusi bir nümunə. İşgəncələr nəticəsində bir əskər öldürülüb. Onun meyidini götürmək üçün gələn bacısı isə işgəncə yerində saxlanılaraq zorlanıb. Bu hadisələrin nəticəsində rəsmi məlumatlara görə ən azı 14 hərbi qulluqçu işgəncələr nəticəsində həyatını itirib. Digər mənbələr isə qurbanların sayının 47-yə qədər ola biləcəyini göstərir. Bundan əlavə, onlarla insan uzun müddətli həbs cəzalarına məhkum edilib. Bu faktlar işgəncəni və qeyri-insani rəftarı qadağan edən Beynəlxalq Mülki və Siyasi Hüquqlar haqqında paktın 7-ci maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin ciddi şəkildə pozulmasını təşkil edir. Diqqətinizə görə təşəkkür edirəm.